Arada bir iki dost arasında konfliktler olurlar, söz söhbətlər. O da görəsi nədəndir? Sadəcə kimsə həddindən də çox sənin barədə hər şey bilir. Desən ki, dostuyuq, həmən ki bu insandır ki, kimlə rahat ola bilərəm, ürəyimi açıb hər şey danışa bilərəm, öz fikrimi danışa bilərəm. Elədir ki, ev barədə, ailə barədə mənə tam diqqətli ilə səbirli olan olacaq, qulaq asacaq, dinləyəcək və istədiyimi, necə mən deyirəm ona, tam məndən razı olacaq. Amma əslində belə deyil. O həmənki zaman, həmən zaman həşən səni sevimli dostun, kimlənsə uşaqlıqda tanışsan, sənin barədə hər şey bilir, ailə barədə hər şey bilir. Amma sən onun barədə heç nə bilmirsən, maraqlanmırsan. Bilirsən, ümumi sayda. Amma belə baxanda çox dərinə getmirsən. Amma o həmən zaman şəxsi səyahətlər tamamilə unudurlar. Çünki həmənki dost hiss eləyir ki, sən onun barədə hər şey bilməsən, o sənin barədə nəsə fikirlərini deməlidir. Sənin ailə barədə də deməlidir. Elə bil ki, əmrdir. Yəni o həmənki hiss onda yaranır ki, mənə hər şey olar. Mən nə istəyirəm, mən deməliyəm nəyi, o borcumdur. Onu deyə bilərəm. Bir dənə fikir verin, siz dərdləşirsiniz. O həmənki dərdi 2 qatı üstünə qoyur və sizin barədə deyir. Tutaq ki, öz ailə barədə nəsə deyirsiniz, nəsə hansısa bir narazılığın var, yəni danışırsan hansısa bir situasiyada, istəmədən evdə hansı bir konflikt olanda, söz-söhbət olanda ona danışırsan, çalışırsan ki, o da sənə başa düşər, səni tərəfdə tutar. Düzdür, belədir və maraqlı nə olur? Sənin valideynlərin barədə, sənin ailə barədə o öz fikirlərini deyir. Amma səni hörmətləyən insan, həqiqətən səni ürəkdən istəyən heç vaxt onu eləməz. Heç vaxt o həmənki o ədalətsizliyi, o hörmətsizliyi eləməz. Çünki sən nə deyirsən, o sənin şəxsi işindir, sən deyirsən. Amma qıraqdan baxan, lap dost olsa, onun hüququ yoxdur ki, ümumiyyətlə, kimsən pisləsin. Ona görə özünüzü qoruyun.